Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Sizi salamlayıram. Buzovna Mərdəkan yolu, Mokko Kofe restoranının arxası. Təzə Qoşaqala restoranına çatmamış, hələ deyim sizə, Təzə Qoşaqala restoranının arxasından. Sizdən çox xahiş edirəm, bu paylaşımınıza axıra qədər baxın. Bu sizə önəmli bir bağ və necə deyərlər, istədiyiniz bir bağ ola bilər. Həm qiymətinə görə, həm ərazisinə görə, həm də evin, həyətin şəraitinə görə. Mən küçəyə girdim. Dalamdır bu. Amma belə bütün küçələr hamısı yaşayışlı və asfalt küçələrdir. Baxın, Allah xeyir versin. Burada yaşayış var. Burada yaşayış var. Bu küçəyə girirəm. Burada bu evi sizə təqdim edəcəm. Ondan əlavə də baş tərəfdə bir dənə böyük ev var. Onu da o vaxtlar çəkmişdim. Orada da yaşayış var. Orada alınıb. Bir dənə sizə baxın, burada 16 sotun içərisində 2 mərtəbə, 6 otaq, həyətində hovuz və evin içərisində hovuz təqdim etməyə başlayıram. Evin ümumi yaşayış sahəsi 450 kvadratdan çoxdur. Qaz sayğacı var. İşıq sayğacı o tərəfdə də var. Su sayğacı da var. Bax, burada yerin altındadır. Dövlət tərəfindən, yəni buranın qazı, suyu, işığı, interneti hamısı daimidir. Yaşayış da ki, maşallah, superdir. Dənizə çox yaxın deyil, amma çox uzaq da deyil. Mərkəzi yoldan da 300 metrlik məsafədədir. Hansı ki, Buzovna Mərdəkan şosesindən. Mən bu qarajdır. Qarajı çəkdim, göstərdim. Avtomatik olaraq pultla təchiz olunmuş qarajdır. İçəridən göstərəcəm. Piyada keçid qapısıdır. Bu da pultla təchiz olunmuş qoşa qollarla, baxın, belə açılır. Hal-hazırda mən açıq qoymuşam. Bu da darvazasıdır. Ümumi həyətə girdim. Bu darvazadan İçəri keçəndə 2 maşın saxlamaq olar. Burada yeri var. Parking sahəsi var. Qarajın içərisi göstərəcəm, 2 maşınlıqdır. Küçədəki maşallah gördünüz. Nə qədər istəsən burada maşın saxla. Çünki bu dalan 2 qonşunundur. Nə qədər istəsən maşın saxlaya bilərsən. 16 sotdur. 16 sot. Açıq söhbətgah, bağlı söhbətgah, bağlı qaraj. Ya birinci Elvin kiçik bağlı qarajı göstərim. Yenə deyirəm, belə bir bazarda ev yoxdur. Niyə yoxdur? Çünki bunun həyətində də evin içərisində də hovuz var. Qiyməti də çox möhtəşəm bir endirim olacaq, çox qəşəng bir endirim olacaq. Yox, mən 2 maşınlıq deyirəm, 4 maşın saxlamaq olar burada. Elvin, 4 maşın, 2 maşın burada, 2 maşın arxada. Bu qarajda 4 maşın yerləşər. Maşınların söhbətgahıdır. Qabağı cam balkonlandır. Çək. Sizdən çox xahiş edirəm, axıra qədər izləyin. Qiyməti də deyəcəm, şok bir qiymət deyəcəm. Yenə deyirəm, bizim müştərilərimizə xüsusi olaraq yaxşı bir endirim olunacaq. Ev sahibi söyləyib. Çək, birinci buradan açıq söhbətgahı göstərək. Həyətin bütün yaşıllığı genişdir. Baxın, burada nə istəyən ək. Bundan sonra meyvə ağacı falan nə istəyən əkə bilərsən. Çünki hovuz bu yaşıllıqdan uzaqdadır. Niyə deyirəm nə istəyən əkə? Çünki hovuza yaxın bir ərazidə meyvə ağacı falan əkiləndə biraz hovuz çişlənə bilər deyənə, ona görə çox vaxtı meyvə ağacı əkmirlər. Amma burada genişdir. Buradakı açıq söhbətgahdır. Üstü də bağlıdır, yanları açıqdır. Keçəcəm sizə bağlı söhbətgah da göstərəcəm hələ. Evin qarşısıdır, ümumi. Qarşısıdır, mətbəx otağıdır, yataq otaqlarıdır. Demək olar ki, orada 2 dənə yataq otağı, hamısı eyvana çıxışı var. 3 yataq otağının özünün daxilində sanitar qovşağı var. Yataq otağı isə 5 ədəddir. Daşma hovuzdur. 5 metrənin 10 metrə olan daşma hovuz, yanında da dəvə boynu şəlaləsi. Bura bütöv olaraq belə deyim də, bura istirahət güşəsidir. Baxın, bu ərazi. Şezlong qoy nə qədər istəyirsən. Gün şüası al buradan. Heç bir qonşu tərəfindən həyət görünmür. Hamısı bağlanıb. Hər tərəfində də yaşayış var. Bax, orada yaşayış var, orada yaşayış var, orada yaşayış var, burada yaşayış var. Bu tərəfdə yaşayış var. Bura bağlı söhbətgah. Döşəmə isti döşəmə ilə təmir olunub. Sizə bir söz deyim. Həyətdə, evdə nəsə çatışmamansa, xoşunuza gəlməsə, hamısı düzələcək, sizlərə təhvil veriləcək. Həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Burada belə bir əl damı da inşa olunub. Həyətdə istifadə olunan əşyaları, sonra necə deyərlər, hər bir şeyi ora yığmaq olar. Görünməsin deyənə. Qəşəng bir otaqdır. Evin arxa hissəsidir.
Ev 2 mərtəbəli monolit betonla inşa olunub. Heç bir yenə deyirəm, indiyə qədər heç bir problemi olmayıb, bundan sonra da olmayacaq. Nəsə olsa da yenə sahibi düzəldəcək, sizə təqdim edəcək. Elin, buradan keçirəm verandaya, sən oradan gələrsən. Bu mətbəxin qarşısında olan verandadır. Baxın bura, veranda deyirlər, teras deyirlər bura. İndi veranda, teras, səhvimi düzəldərsiniz, xahiş edirəm. Düz bu axıra qədər davam edir və bunun üstü də eyvandır. Qiymət yenə deyirəm, sizlərə deyəcəm. Evin, torpağın, qubçası, çıxarışı var, suyu, qazı, işığı hamısı daimidir. İndi isə keçək evin daxilinə, 1-ci mərtəbəyə. Buyur. Geniş, böyük bir dəhliz bizi qarşılayır 1-ci mərtəbədə. 1-ci mərtəbədə nələr yerləşir? Qonaq otağı, mətbəx otağı, bir yataq otağı, çamaşırxana, ümumi sanitar qovşağı, deyirlər ki, hovuz var da, göstərəcəm sizə. Gəl qonaq otağını göstərin. Bura evin daxilində yerləşən qonaq otağıdır. Qonaq otağı ilə üzbəüz mətbəx otağı yerləşir. 2 əkiz qapıları. Ev 1-ci mərtəbə. Bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bu niyə qalsın ki bazarda? Qoy bizim müştərilərimiz görsün bunu. Elə qiymət deyəcəm ki, və elə də ev sahibi qiymətdə endirim eləyəcək ki, hər bir müştərimiz bundan razı qalacaq. 1-ci mərtəbədə yerləşən yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı. Ağsaqqal ağbirçəklərimiz üçün 1-ci mərtəbədə olan yataq otağı. Gəl 1-ci buranı göstərim. Bəh, baxın. İsitmə sistemi ilə təchiz olunmuş hovuz evin daxilində. Burada sauna tikmək olar, polnu. Burada bir dənə qəşəng belirsən, burada bir dənə balaca bir parma eləmək olar. Orada da açıq duşu var. Sauna tikmək olar, sonra idman aparatları qoy bura qəşəng istifadə elə özü üçün. Belə ki, istəmirsən doldur bunu. Bu da pilləkənin altıdır. Burada istilik sistemləri hamısı bura yığılıb. Sonra keçirik. Burada gəl. Ümumi sanitar qovşağı, 1-ci mərtəbənin ümumi sanitar qovşağı. Burada da ki, əlavə sanitar qovşağı. Bura çamaşırxana idi məncə. Kim necə istəyir, elə istifadə edə bilər. İndi isə qalxırıq biz 2-ci mərtəbəyə. 2-ci mərtəbədə də sizə 4 yataq otağı və nə yerləşirsə onları təqdim edəcəm. Gəl. Evin 2-ci mərtəbəsi. Bir daha söyləyirəm, monolit betonla inşa olunub. 2-ci mərtəbə geniş bir dəhliz. Yataq otaqlarının qapılarını özüm açıq qoymuşam. 1 yataq otağı, 2 yataq otağı, 3-4 yataq otağı. O yataq otaqlarında qardirob və sanitar qovşağı mövcuddur. Keçək bax. Buradan 1-ci yataq otağını göstərim. Hətta buradan bax, geldi. Bax, Zagulba, dəniz bütöv olaraq görünür. Yan yörəsində də görürsən də Elvin, balaca evlər yoxdur ha. Bir dənə balaca ev yoxdur. Ümumi sanitar qovşağı 2-ci mərtəbənin. Yataq otağı. Buradan da dənizə görüntü var ha. Göstərək bunu da. Göstərək. Bugün olar. Bax. Bu da dəniz. Yataq otağı 4-cü yataq otağıdır. Qarşısında eyvanı var, sanitar qovşağı var və qardirob otağı var. Eyvandan da birbaşa
Üzr istəyirəm. Dəhlizdən də birbaşa eyvana çıxış var. Bu da sonuncu, 5-ci yataq otağı, sanitar qovşağı, qardirob otağı və qarşısında eyvan. Geniş, böyük bir eyvanı var. Maşallah olsun. Çox böyük və genişdir. Bütöv olaraq. Gəl. Gedəyim. Çox sağ olun bizi izlədiyi üçün. Bizi izləməyə davam edin. Abunə olmağa yaddan çıxartmayın. Evin qiyməti 950 min start qiymətdir. Baxın, 950 bin start qiymətdir. Bu qiymətə, bu sotda, bu genişlikdə, bu boyda bir ev bazarda yoxdur əzizlərim. 950 min manatdan yenə də indirim olunacaq. İnşallah xeyirli, uğurlu olsun.